Saz Türk millətinin ən qədim musiqi alətlərindən biridir və onun tarixi yüzilliklərə dayanır. Bu alət xüsusilə aşıq sənəti ilə bağlıdır. Azərbaycan aşıq sənəti isə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Sazın sədaları əsrlər boyu el şənliklərində, toy mərasimlərində eşidilib. Ay bir işgəl çıxdı, harada baxırsan? Qız evində deyirlər ki, nə oldu ya bunlar? Bugün də tələbat çox olduğundan saz düzəldən sazbəndlərə müraciət edənlər də çoxdur. Elvin Adıgözəlov 26 ildir Qazaxda sazbəndlik edir. O, bu sənətin sirlərini əmisindən öyrənib. Sazı isə elə də asan ərsiyə gəlmir. Onu hazırlayarkən xüsusi diqqət yetiriləcək məqamlar var. Material iki hissədən ibarət olur. Tut ağadıdır, qoz ağadıdır. Bəzi yerdə çəkir deyirlər tut ağadına. Yəni bu çanaq hissəsi, bu hissəsi olur tut ağadından. Beçə deyirik buna, beçədir. Bu qoz ağacıdır və yaxud da ki, bunun qolu qoz ağacıdır. Sinəsi də budur. Bu da tut ağacıdır. Belə çətinliklər olmur. Müəyyən qocaman ağaclardır, bu vaxtını keçirmiş ağaclardır. Bunları məsələn gedib kəsif kətlərdən, yaxınlardan götürüb gətiririk. Günə, həftəyə düzələn bir şey deyil. Təbii ki, belə götürəndə, tam bunun materialını quru vəziyyətə gətirəndə, bəli, həftəyə də düzəldirik 10 günə də. Yəni, bu illər keçir bunun materialını qurumaq üçün. Sazbənd deyir ki, tut ağacının hissələri tam quruduqdan sonra üzərində işləmək daha da asanlaşır. Material bundan sonra bir neçə prosesdən keçir. Ərsiyə gələn sazların ölçüsündən asılı olaraq qiymətləri də müxtəlifdir. Ən ucuzu 100, ən bahalısı isə 500 manata alıcılara təklif olunur. Ən çox hansı yaş qrupundan olan insanlar saz alır məsələsinə gəlincə... Əsas, maşallah olsun, yeni yetmələr gənclərimiz üçün çox sifarişlərimiz gəlir. Məsələn, Gəncə, Bakı, demək, bölgələrimizin hər yerindən. İndi tipir mən deyirəm da, gör bölgəmizdə nə qədər sazbənd ustalar var. Düzəldib, çatdırıb veririk. Çatdırmasaq da gözləyirlər. Bu müəllimlərlə işləyən tələbələrdir. Təbii ki, müəllimlər zəng vurur, zakaz eləyir. Düzəldib hissə-hissə 3 dənə, 5 dənə göndərir bölgələrə. Sazbənd bildirir ki, saz hazırlamaq sadəcə ağacı yonmaq deyil. Bu iş həm də musiqini və ağacın ruhunu anlamaq deməkdir. Bir sazın hazırlanması bəzən günlərlə, hətta həftələrlə vaxt aparır. Sənətindən zövq aldığını bildirən usta, boş vaxtlarında isə düzəltdiyi sazı ifa etməklə yorğunluğunu çıxarır. Saz almaq istəyənlərin də sayı kifayət qədərdir. Mən usta Elvin yanına gəlmişəm, nəvəm üçün saz götürməyə. Qaza sonrasında saza çox üstünlük var bugünkü günü. İnsanların hamısı sənətin dalından düşürlər. Saz söz şeylərindən də bundan gedir ki, yerdən qalxan davamçılarımız da bundan baravar da geçsinlər. Saz təkcə musiqi aləti deyil, o millətimizin yaddaşıdır. Bu alətin sədası altında dastanlarımız və qoşmalarımız, bayatılarımız, laylalarımız daha çox sevilir və nəsildən nəsil ötürülür. Jalə Qəhrəman qızı, Anar Sərvaz.